Düzənli cinsi əlaqəyə baxmayaraq birin müddətində əgər qadın hamilə qalmırsa, biz onu sonsuzluq adlandırırıq. Yaşı 35 yaş üstü qadınlarda artıq bu 1 il yox, 6 ay olaraq nəzərdə tutulmalıdır. Aha, aydındır. Bəs hansı pasientlər daha tez sizin yanınıza gəlməli? Məsələn, həkim qəbulda olmalı, 1 il gözləməlidirlərmi? Ümumiyyətlə, yaxşı olar ki, evlənmədən öncə ya da uşaq planlanmadan öncə bir qadın ginekoloq müayinəsində olsun. Sadə bir ultrases müayinəsindən bir keçsin. Bəzi bir-iki bəsit analizlər var, hansı ki, onun sağlığı üçün önəmlidir. O analizlərdən keçsin və hər şey normaldırsa, hamileliyə hazırlasın. Dediyim kimi, qadınlar evlənmədən, yəni yaxşı olar ki, bu müayinədən keçsin xanımlarımız. Uşaq planlayan qadınlar da hamiləlikdən öncə keçməlidir və çox sevindirici haldır ki, mənə gələn pasientlər, yəni Azərbaycanda bu cür pasientlər çoxdur. Lakin mən hamiləlik planlayıram, bir yoxlanmaq istəyirəm, görüm bir problem varmı, bir sağlığımda bir problem varmı, hamiləyə qalmada bir problem varmı? Yəni yoxlansa yaxşı olar bu bir. Əslində belə. İndi pasient gəlməyib, bir ili gözləmək istəyir, məcbur da deyil yoxlanmağa, onu deyim. Amma pasient əgər normal aybaşı olmursa, birdən-birə kökəlmə gedirsə, tüklənmə gedirsə, normal əlaqəyə girə bilmirsə, əlbəttə ki, bunlar bu 1 ili gözləməyəcək. Daha tez müraciət edəcək. Və yaxud dediyim kimi, yaşı 35-dən yuxarı olan xanımlar da 1 ili gözləmir. Onlar ən fazla 5-6 ay denəyir. Əgər hamiləlik baş tutmursa, onların yumurtaları daha da zəifir, rezervi zəifir. Vaxtda əleyhinə işlədiyinə görə tez bir şəkildə müraciət eləməlidirlər, aydındır.